həftə məşhur məktəbli Sumqayıtda. Bu həftəmizin məşhur məktəblisi Sumqayıt şəhər İstedad Liseyinin 9-cu sinif şagirdi Rəhimə xanım Şirinovadır. Rəhimə xanım ailənin ilk evladıdır. Ona görə də ilk evlad olduğuna görə bütün yük onun məsuliyyət onun üzərinə düşür. Rəhimə xanım bu rubrikada iştirak etməsini mən çox istəyərdim. Nümunəvi, tərbiyəli, səliqəli və məsuliyyətli olmaqla digər şagirdlərdən fərqlənib. Olimpiyadalarda, tədbirlərdə daim iştirak edir. Türk dili olimpiyadasında şəhərimizdə keçirilən şeir müsabiqələrində həmişə birinci, ikinci yerlər tutub. Şirinova Rəhimə xanım, bu mənim ən çox sevdiyim şagirdlərdən biridir. Düşünürəm ki, bu istedad, bu bacarıq onu çox yaxşı illərə doğru aparacaqdır. Fizika olimpiyadasından artıq 2 ildir məktəbdə birinci yer tutdum və şəhər olimpiyadasına göndərildim. Şagird elmi konferansında keçən il fizikadan birinci yer qazandım. 7-ci beynəlxalq Türk olimpiyadasına iştirak elədim. Bir neçə mərhələ keçərək şəhər turuna gəlib çatdım və şəhər üzrə 3-cü yer tutdum. Respublika turuna keçdim və orada 5-ci yeri tutdum. Cahanda yox elə bir qüvvə, baş əyim ona mən. Fəqət nə güclü, zəif bir vücud var yahu, ki hazıram yıxılıb xaki payına hər gün öpüm ayağını icz ilə. Kimdir o? Nədir o? Ana, ana, o adın qarşısında bir qul tək həmişə səcdədə olmaq mənim üçün fəxarətdir. Hər bir valideyn təbii ki, öz övladının uğurlu nəticələri üçün sevinir. Bilirəm ki, Rəhimə xanım inşallah o sir deyil, həkim olmaq arzusundadır, çalışqandır, ən əsası məqsədlidir. Bizi də bir valideyn kimi sevindirir. Təbii ki, bütün bunlarda ona dəstək olan anasıdır. Bir şey haqqında çox fikirləşir. Bana bacımı istəndirəndə o mənə düşdür. Mən uşaqlıqdan bacıma özümü örmək bilmişəm. Bacım mənim hər şeyimdir. Həftəlik məşhur məktəblimizlə tanışdığımız bu qədər. Daha bir məşhur məktəbli ilə görüşmək ümidi ilə hələlik.